Sumqayıtda kişi meyidi tapılıb. Hadisə şəhərin 17-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb. Belə ki, 72 yaşlı Zümrəddin Mustafayevin cansız bədəni mənzildə aşkarlanıb. Dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Yaxşı adamdır. Neçə il bir yerdə işləmişik. 2 nömrə təhsil işləyirdi, bir yerdə işləmişik. Qonşuluqda da yaxşıdır. Çox gözəl insandır. Həm qonşuluqda, həm həyətdə. Onun tayı bərabəri yox idi bala. Evin xanımı gedib həkimə, kişi evdə qalıb. Qızı da gəlib zəng eləyib, görüb cavab vermir, narahat olub. Açarı da olmayıb qızda. Qapı pəncərədə bağlı. Biz yəqin ər-arad ikisi gediblər. Akaziyası qadın tək gedib, kişi evdə qalıb. Gəliblər, giriblər içəri, görüblər keçib. Çox gözəl insan, təzə köçmüşlər bura. Çox gözəl insan idi. Elə mehriban, ağsaqqal, qayğıkeş, çox.